Kızım, belə münasibətlər səbəbsiz bitti deməklə bitmir axı. Bitib Cavanşir kişi. Mənim üçün bitib. Siz də çıxın gedin zəhmət olmasa. Sakit ol. Diqqətlə qulaq as mənə. Mən sənə pis söz demirəm. Qabaq mən sizin münasibətlərə narazı idim. Razı deyildim. Ola bilər ürəyində mənə qarşı küslük var. Küsmüsən, ürəyin sınıb mənə qarşı. Amma indi razıyam. İndi gələcəyimizi bir yerdə qurmaq əvəzinə bir-birimizdən küsürsüz. Bu necə olur? Dedim axı. Qərarımı vermişəm. Aysun, bir dəqiqə səbirli ol. Belə olmaz axı. Sən heç nə demə. Cavan, sən bir də gidəyəm. Eşitdim, evinizi satmışsınız. Kimə? O adamı göstər mənə, mən evinizi geri qaytarım. Bu sizi narahat eləməsin. Kimə satmışamsa özüm bilərəm. Sizdən mənə heç nə lazım deyil. Kızım, olmadı ki. Bu olmadı da. Biz düşmən deyil yaxı. Cavan səni sevir, özdə necə sevir. Mən görürəm, çox sevir səni. O istəyir ki, səndən evlənsin, ailə qursun. İndi sən bu münasibətlərə son qoymaq istəyirsən belə. Niyə? Bu küsmək deyil. Mən ailə həyatı qurmaq istəmirəm. Səbəb? Nəsə bir səbəbi olmalıdır da, yox? Fikrimi dəyişdim dedim. Niyə başa düşmürsən? Qızım, belə sərt danışma, düzgün deyil. Ola bilər, Cavan sənin xətrinə deyil. Ola bilər. Gənclikdə belə şeylər olur. Əgər bir xatası varsa, bir səhv eləyibsə, oturaq, söhbət eləyək, danışaq, ürəyi aç, biz də eşidək, orada nə problem var, hə? Yox Cavanşir kişi, mən qərarımı vermişəm. Xahiş edirəm, çıxın həyatımdan. Aysun. Yox Cavan, gedin. Mənim fikrim dəyişməyəcək. Aysun qızım, bax, qapı bir dəfə bağlanır ha, ikinci dəfə açılmayacaq. Çıxın bizim həyatımızdan dedim. Bu cavan yenə hara getdi ay Hikmət? Atamla getdilər Aysunla danışmağa. Nə danışmağa? Sənin oğlun Aysundan ayrılıb, sənin xəbərin yoxdur. Nə danışırsan? Niyə? Nə bilim. Cavandan soruşuram, heç nə demir. Deyir, ata deyə elə bir səbəb də yoxdur. Qız başlayıb soyuq münasibət göstərməyə, sonra birdən-birə də dib ayrılaq. Bizdə alınmaz. Elə nə eləyib ki, Aysun? Bəs bunlar sevirdilər bir-birlərini, dəli divanə idilər, nə oldu? Bilmirəm, elə mən də onu fikirləşirəm də. Birdən-birə niyə belə eləsin axı bu qız? Hikmət, atanın evlənmək məsələsi nədir elə? Düzdür? Sən oradan bilsən? Elmira dedi. Fikrət deyib ona. Fikrət. Ağzında söz durmur o Fikrətin. Hə, düzdür. O qızla evlənir. Həyətə gəlib hay-küy salan qızla. Hə, onunla evlənir, amma siz yığışıb dedikodu eləməyin ha, qulağına çatmasın. Məsləhət olar, özü gəlib nəsə deyər. Deyir, qoy uşaqlar deyir, yer bəyər olsun, nə qədər, ondan sonrasına baxarıq. Əmiyə bax,
Dərdə zar elə nəvələrin evlənməkdir. Sonra deyə özümə vaxt ayıracam. Bizə çatanda qohumla evlənin, amma özünə çatanda istədiyini al, gətir, qoy evə. Hə. Nə olub sənə? Hə? Sən nə danışırsan? Qaydasındaydı da hər şey. Nə dəyişdi ki? Nə oldu birdən-birə? Nə dəyişə bilər ki? Cavan, sənə dedim axı istəmirəm. İstəmirəm. Bəlkə bir səbəbin var deyəsən mənə. Bəlkə başqa istədiyin var. Sən nə danışırsan? Elə bir şey yoxdur. Sadəcə istəmirəm. İstəmirəm bu münasibəti. Alınmır. Görmürsən, olmur. Nə alınmır, Nə olmur? Nədir də? Nədir sənin problemin? Baban deyildi problem. Deyil babam. Gəlib öz ayağı ilə sənin qapıva. Nədir sənin problemin? Mən qabaq razı değildim. Amma indi razıyam. İstəyirəm ki, evlənəsiz. Sən bəlkə biraz düşünəsən, hə? Lazım olan düşünmüşəm. Bəsdir Cavan, eyni sözü nə qədər təkrarlayım? Sən düz eləmirsən, Aysun. Sən nəinki mənə? Sən heç baban yaşında adama da hörmət eləmirsən. Kimsən? Bu mənim qabağımda dayanan mənim istədiyim qız deyil. Sən necə belə olmusan, sən? Ha? Mənim sevdiyim qız səbəbsiz yerə belə məntiqsiz, düşüncəsiz hərəkətlər eləməzdi. Necə istəyirsən elə də düşün. İnana bilmirəm. Doğrudan inana bilmirəm. Mən necə belə daş parçasını sevmişəm. Mən indi gedirəm, amma bunu sənə heç vaxt bağışlamayacağam, biləsən. Heç vaxt. Nə istəyirsən elə. Hə, sağ ol. Necəsən qızım, özünü necə hiss eləyirsən? Yaxşıyam ana. Lap yaxşı. De görüm, Cavanla nə danışırdınız? Heç nə. Havadan, sudan, oradan, buradan. Nə bilim, o dəfə incimişdim axı ondan. Dedim, elə bir ürəyimdən tikan çıxdı. Çünki siz mənə inanmazsınız da, mənə inanmalıydı. O nə dedi? Nə deyəcək? Dedi, başım qarışıq idi. Biraz da babaya görə. Neysə, mən bunları unutmaq istəyirəm. Düz eləyirsən qızım, düz eləyirsən. Çox dərinə gedəndə çox problem çıxır. Başqa nə dedi? Ana, başqa nəyi deyəcək? Sən nəyi bilmək istəyirsən? Səhərdən məni soğuk ateşinə tutmuşsan, xəbərin var? Nə bilim qızım, nə vaxt baxıram görürüm ki, danışırsınız. Mənə də maraqlı gəldi ki, görüm nə danışırsınız, ona görə soruşuram. Nə bilim, ümumi halımızdan, mənim qaçmağımdan. Sən Allah o gün mənim yadıma salma, ölüb dirilirəm. Sən mənə de görüm, başqa nə danışırdınız? Onu de. Başqa, Aysunun araları dəyib, onu danışırdıq. Aysunla araları dəyib. Cavan yaman fikirlidir. Qızı razı salmağa çalışır. Amma qız razı olmur. Yazıq ona görə havalı gəzir. Nəyə görə razı olur? Nə bilim, heç Cavan da bilmirik. Sən qarışma qızım, özləri bilər. Ana, mənim nə işim var, qarışım? Həm qarışsam nə olacaq ki? Əgər qızın fikrini Cavan dəyişə bilmirsə, mən nə edə bilərəm? Ay, sağ ol, mənim ağlıdan. Mən də elə onu deyirəm. Mən də deyirəm, bəlkə telefonumu verəsən? Qoy atanla danışıb, sonra, yaxşı mı?
Yaxşı. Yaxşı qızım. Hal olsun sənə. Sözün üstünde durduğun için necə lazımdır. Ne artıq, ne eski. Əla. İstədiyinizə nail oldunuz. Xahiş edirəm, çıxın gedin. Qulaq. Halal olsun sənə. O pulu da halal elədim sənə. Yaxşı? Kəpəklər gəlib, Xalil. Hə, Fikrət mənim gətiriblər. Boşaltmısınız? İndi boşalacaq. Niyə boşaltmamısınız, Xalil? Gərək hər şey mən deyim sizə. Niyə vaxtında eləmirsiniz bu işi? Hə? Mən gərək həmişə gəlim dayanım başınızın üstündə onu eləyim, bunu eləyin. Belə olmalıdır həmişə. Eləyərik Fikrət müəllim. Atları çimizdirmisiniz? Onları da bugün çimizdirərik. Nə deyirəm, deyir bugün çimizdirərik, eləyərik. Nə vaxt bir dəfə mən demədən bir iş görəcəksiniz siz, hə? Nə vaxt olacaq bu? Eləyəcək Fikrət müəllim, eləyəcək. Gərək hər şeyi mən sizə deyim. Özünüz bir hərəkət eləyin də. Bütün günü mən sizin başınızın üstündə durmalıyam, bala. Vallahi Fikrət müəllim elə deyil, çatdırmağa çalışırıq. Necə elə deyilik, Xalil? Neçə ildir burada işləyirsiniz? Hələ də bilmirsiniz nə ilə vaxt eləmək lazımdır, hə? Bilmirsiniz? Bağışlayın Fikrət müəllim, indi düzəltməyə çalışarıq. Adam azdır, iş çox. Bir tərəf keçib iş eləyərik. Bilmirəm, bu axşama qədər atları da çimizdirin, kəpəkləri də boşaldın, yığın yerinə. Baş üstə Fikrət müəllim, yaxşı eləyərik. Baş üstə, baş üstə. Baş üstə deyirsiniz, elə iş qalıb ortalıqda. Canan gördün de. Bu kız fikrinde qətidir. Ne dediyse xeyri olmadı. Kör tuttu, onu bırakmadı. Gördüm baba. Gördüm de, eşittim de. Ben vallahi elimden gelen elədim. Ben yine kimi heç kimin qapısına getməmişim. Heç kimin qapısına dayanıb nəsə xahiş eləməmişim ama sənə görə. Sənin xoşbəxtliyi üçün buradayım. Çok sağ ol baba. Sen elimden geleni elədin doğrudan. Çok sağ ol. Ama hiçbir xeyir olmadı. Dedi yok ki yok, yok ki yok. Fikrində çox qətidir. Elədin. Dediğini deyir. Yaxşı bala, indi neynəmə fikrindəsən? Daha neyniyə bilərik? Heç nə, neyniyək baba? Sən nə etməliydinsə elədin. Çox sağ ol. Əziyyət çəkdin, gəldin bura kimi. İstəmir də. Zorla deyil ki. Dözə biləcəksən, çəkə biləcəksən bunu. Hə baba? Bilmirəm. Amma indi burada dayanmağın bir mənası yoxdur. Gedək. Gedək. Gəl. Bağışla məni Cavan. Sən mənim doğmamsan. Cavan,
Bəlkə qaçaq gedək buralardan. Hamıdan uzaq. Tək ikimiz olaq. Deyirsən gedək, buraxaq hər şeyi. Həll eləyə bilmiriksə, niyə də yox? Mən səylənəm. Mən də səninlə. Bax, bu əllərimi heç vaxt buraxmayacaq. Həmişə yanımda ol. Yanımda. Bilirəm. Bilirəm, mən heç vaxt bağışlamayacaqsın. Amma başqa çarəm yox idi. Əlimdən heç nə gəlmirdi. Həmişə yanımda ol. Mən həmişə sənin yanındayım. Sən təki həmişə gül. Problemləri mən həll eləyərəm. Gülürsən, hə? Səni çox sevirəm Cavan. Ata, mənə bilirsən nə çatmır? Nə qızım? Bu Cavanşir bu qədər şey eləyir, ha? Ailəsi nə fikirləşir? Yəni deyirlər ki, düz eləyir bizim atamız, yoxsa deyirlər ha kişi, ayıbdır, bəsdir, bu nə hərəkət eləyirsən? Yəni ona haqq qazandırırlar onlar. Deyə bilmərəm qızım. Bilmirəm o evdə nə deyirlər, nə danışırlar. Yox, bu kişinin elədikləri ağla sığmazdır. Bu qədər adama zülm eləyir bu. Yəni bunun evindən biri çıxıb demir ki, ay kişi dayan, bəsdir. Yox qızım. O sözü ona deyən yoxdur. Düz demirəm. Düz deyirsən qızım. Özü kimi ikinci İmrandır, nəvəsi İmran. Kopya özüdür. Elə bil fırt eləyib burnuna düşüb. Baxışı, yerişi, hərəkətləri, hamısı eyni. Bəs o biriləri necədir, bilmirsən? Yox, o birilərinə bələd deyiləm. Belə qıraqdan baxanda sakitdirlər. Amma nə biləsən, işlərində nə var? Deyə bilmərəm, yox. Eyb yox. Baxarıq, yavaş-yavaş tanıyarıq da onları, kim kimdir. Narahat olma. Yavaş-yavaş öyrəşəcəksən. Hamısı aydın olacaq. Görəcəksən kim kimdir, narahat olma. Mənə heç cür çatmır. Bu kişi nə eləyir, heç kim söz demir. Yəni bunun dediyi qanundur da, olmalıdır. Xeyr ola. Ay qızım, o evdə hamı elə tərbiyə alır. Söz sahibi Cavanşirdir. Kim ondan qorxur, kimi də ki, öyrəşir də onun dediklərini əməl eləməyə. Vəssalam. İndi bu nə deyir? Hamı da baxır, deyir, hə, gözüm üstə. Hökmlü adamdır. Bütün ailəni alıb əlinə. Yenə deyirəm də qızım, bəziləri qorxur, bəziləri də belə də. Hər an bir səbəb var. Baxarıq, görərik də bu ailədə kim kimdir, necədirlər, neynirlər. Görərəm, baxaram, bilərəm. Fikrindən keçənləri mənlə paylaşmaq istəmirsən, hə? Yox, Niyə? onu da qeyib çatdırasan Cavanşirə. Sən öyrəşmirsən axı hər şey belə öz xeyri və istifadə edirsən. Ayıb olsun sənə. İnanmırsan mənə? Yox, heç kimə inanmıram mən. Heç kimə. Tənhadayım, susma danış. Tənhadayım. Ay mənim tənhadayım. Niyə burada tək oturmuşsan? Tək oturmuşam, gəl bir yerdə oturaq da. Tək qoyma da. Bu xoşuma gəldi. Xoşuma gəldi. Yavaş-yavaş çatsana mənim zarafat səviyyəmə. Amma müəllif hüquqlarını almaq lazımdır. Mənim zarafatlarımı işlətməyəsən.
Əşi, zarafatın qalsın özü. Baban gilləndə xəbər var. Neynədilər, gedib danışdılar, fikrim qəbulardır. Ay, onlardan narahat olmaya, indi baba özü olmasa da vəziyyət kontrol altındadır da. İmran, sənin bu olanlardan xəbərin var idi. Yox. Vallahi mənim heç bir xəbərim yoxdur. Mən də sizin eşitdim. Sən mənə yalan danışırsan, İmran. Sən mənim əlimdə böyümüsən. Mən sənin gözlərə baxan kimi bilirəm ki, sən mənə yalan danışırsan. Bilirdin, hə sən? Belə tam bilmirdim də. Belə bilirdim, belə ucundan, qulağından da, amma belə dəqiqliklə heç nə bilmirdim axı. Bəs niyə gəlib bizə demirdin? Başlandı da. Mən deyirəm axı, dəqiqliklə bilmirdim. Dayda, ortada heç nə yoxdur. Mən gələm sənə nə deyim. Baba da mənə tapşırmışdı ki, heç kimə bir kəlmə də deməyəsən. Vaxtı çatanda özüm deyəcəm, dedi də. Görsən, yalan danışa bilmirsən. Bayaqdan desən, bilmirdim, amma biraz bilirdim, yarım bilirdim, amma bilirdim. Yaxşı da... Gəlib deyə bilərdin də, İmran. Tutmusan mənə sorğu sualı. Babanın xasiyyətini bilmirsən. Sən bu tərəfdən başlamısan, bacın bilsə sonra bilmirsən, onun danlağından qutarmaq olmayacaq. Bildim, İmran. Başa düşdüm. Bəs yaxşı, bu məsələnin axırı necə olacaq? Yaxşı olacaq, darıxma. Mən sənə deyirəm də, baba hər şeyi kontrolda saxlayır. Kontrolda saxlayır. Babanın özünü kontrolda saxlayan lazımdır. Cavan ayrılıb, baban evlənmə eşqinə düşüb. Belə kontrol olur. Ayıb deyib Allah. Deyirsən, dayda, danışırsan. Babam başa düşün də, yaşlı adamdır. Bir dənə arzusu var da bu adamın. İndi o da qalsın ürəyində. Belə arzu olur. 70 yaşında kişi nəvə oynatmaq arzusunda olur, evlənmək arzusunda yox. Biabırçılıq deyə ayıbdır. Nə işte ayıbdır? Nə var ya burada indi kişi bu yaşda evlənmək istəyir. Burada nə var? Mən buna çox gözəl də baxıram. İndi cəmaat da bir gün danışar, 2 gün danışar, 3-cü gün unudar. Biz nələri unutmamışıq. Sən qızı gördün də. Sən inan ki, o qız hansı evə düşsə, evi dərmədam dağıdacaq. Özü gör kimin qızı, mehmanın. El aləmə borcu var atasının. Elə şeylər deyirsən ki, güya bunları biz bilmirik. Bunu hamı bilir də. Amma indi babadır, neyini? Bildim İmran, bildim. Sən babavın sevimlisisən axı. Baban da sənə kumirin. Başa düşdüm. Bəs bunun axırı necə olacaq? Yaxşı olar da indi baba da görək nə olur. Ay Zeynəb, atam hara getdi cavanla? Bayaq pəncərədən gördüm, çıxdılar. Qızgilə getdilər. Aysungilə. Aysungilə? Niyə, nə olub ki? Qız ayrılıb axı cavanla. Kişi də getdi qızla danışmağa. Niyə ayrılıblar? Hər şey yaxşı idi axı deyəsən. Yazıq cavan bütün günü xəstəxanada yatırdı onlara görə. Demə dair. Nə bilim, mənə də belə dedilər. Qız deyib ki, istəmirəm. Görürsən, yenə də atam sağ olsun. Cavanı götürüb aparıb barışdırmağa. Siz də bütün günü kişinin dalınca danışırsınız. Kişi onu dedi, kişi bunu dedi. Ay Mətanət, nə danışırıq? Sadəcə kişinin hər işə qarışmağı xoşumuza gəlmir də. Sən də. Ay qız, qarışacaq da. Az o bu evin böyüyüdür, ağsaqqalıdır. Hamımızın böyüyüdür. Hamını fikirləşir, hamının dərdini çəkir də. Görürsən, cavanı salıb qabağına götürüb aparıb, hətta istəmədiyi qızın qapısına ki, qoy barışsınlar. Daha nə istəyirsiniz? Görək də. Amma qız yaman tərs qız deyil. Az tərs olub, neyniyəcək? Sirkə nə qədər tünd olsa, öz qabını çartladar. Atam onun bir yolunu tapar. Onu sakitləşdirməyin, yola gətirməyin. Görək də, Mətanət, görək. Atam cavanı çox istəyir.
Ona görə də əlindən gələni eləyəcək. Belə görürəm ki, heç atam qabağa düşməsəydi, siz elə vəziyyətlə çoxdan barışmışdınız. Düz deyirsən Mətanət vallah. Görürsən? Ona görə də qədrin bilin atamın. Bu yaşında hamını yığıb başına, belə hamının dərdini çəkir, hamını idarə eləyir. Allah ona ömür versin. Amin. Amin. Hə, Sənan. Hər şey dediyim kimi. Babanı da apardım ayağına. Dedi ki, yox. Yenə də deyir ki, hər şey bitdi. Biz ayrıldıq. Çox belə rahat, belə soyuq. Bir anlıq şübhələndim. Dedim, bəlkə kimsə var. Yəni Aysun'a dedin, yoxsa ağlından keçdi? Yox, o qədər əsəbi idim də, babanın yanında ağzımdan çıxdı. O nə dedi? Sir sifətini görməli idin. Əlində olsa boğardı məni. Görürsən, deməli heç kim yoxdur da. Bu məsələdə rahatsan. Bu qız məni sevməyib. Sevən adam belə eləməzdi. 2 günün içində hər şeyi məhv elədi. Babamın baxışlarında bir sənin oxudun. Nə? Kişi belə altdan yuxarı baxırdı mənə. Dilinə gətirməsə də ürəyindən keçəni oxuyurdum da baxışlarından. Budur o sinəbə döyə-döyə sevgim dediyin, sevdiyim qız dediyin. Kişinin yanında mənə heç nə elədi də. Konkret heç nə. Nə deyim ey cavan? Yəni Aysunun bu hərəkətinə heç bir ad verə bilmirəm. Amma yenə də mənə elə gəlir ki, nəsə var da bu məsələdə. Bilmirəm sən o. Başım partlayacaq fikir eləməkdən. Gecə-gündüz fikirləşirəm. Ya bu qız niyə belə eləyir? Niyə belə elədi? Babam idi də problem, hə? Babam getdi də ayağına. Baban da səni yaman çox istəyirmiş. Mənə hələ çatmır da, yəni bu necə ola bilər ki, o kişi dursun getsin Aysun gələ. Mənə qaranlıq qalıb bu məsələ. Elə özü təklif elədi ki, dur gedək. Getdik. Elə qıza da deyirdi ki, qızım, ayrılmayın, barışın. Elə dediyini deyir. Deyir, yox, qutardım. Qəribə deyil. Qəribə də, hə? Çox qəribədir. İndi nə edəcəksən? Bilmirəm Sənan. Hələ ki, bilmirəm. Baxarıq da. Ata, necə oldu? Getdik, gəldiniz? Gittim, görüştüm, danıştım. Razılaşmadı. Reddeledim bizi. Vay atomlara, qıza bax. Dedim axı, belə olmaz. Siz ki birbirinizi istəyirsiniz. Yaş qabaq razı değildim, indi razıyım. İndi nə olub, nə problemdir? Dedi ki, istəmirəm də. Əl çəkin məndən, rədd olun həyatımdan. Oy da lap elə dedi. Nə pislik bala. Təsəvvür eləyirsən, mənə dedi. Dedi, qapında çırpdı, üzümə çıxdı, getdi. Cavan nə dedi bəs? Cavan danışdı qızla. Amma qız ipə sapa yatmadı axı. Dil ağza qoymur. Öyle ütkəm danışır ki. Mən belə təsəvvürə gətirmirdim o valla.
Ben başa düşmürəm cavan bu qızda nə görür. Belə söhbət olar, belə danışıq olar. Çox qəribədir. Bu qız birdən-birə niyə belə eləsin ki? Sən cavanı naxaq orada buraxdın. Gələ özündən gətirərdin evə. Yox, dedim gedək evə, dedi ki, gedirəm səninlə işim var. Halı özündə değildi, da üstüne getmədim. Dedi, birazdan qayıdacağım evə. Bu uşağın halı məni çox narahat eləyir. Yaman pərt olmuşdu, yaman pərt olmuşdu. Mən düzü belə gözləmirdim. Dedim, məni görər, heç olmasa biraz dil ağzını yığışdırar, başqa cür danışır. Amma yox, lok qoydu üstünə. Heç, cavandır da. Biraz fikirləşəcək. Sonra yaddan çıxardacaq. İndiyə kimi kim istədiyi qızı yaddan çıxartmayıb. Amma çətin olacaq o zaman üçün. Mən olmasaydım, qıza yalvaracaq deməli başdı. Gəldin? Hə, ana, necəsən? Hə, yaxşıyam. Nə olub? Eşnə. Aysun, Hə, ana. nədir? Nə olub sənə? Eşnə, nə olub? Ay qız, mənə bax görüm. Niyə ağlayırsan? Ağlamıram. Ağlamıram, nədir? Görmürəm ki, ağlayırsan. Ay qız, bu nədir? Kağız kimi ağappaq olmuşsan sən. Nə oldu? De görüm, nə oldu? Ürəyimi partlatma. De görüm, nə oldu? Cavan ana. Nə cavan? Bugün babası ilə bizə gəlmişdilər. Qapı döyüldü, getdim, açdım. Görürəm, Cavanla babası gəlib. Nə deyir? Nə istəyir yenə səndən o? İşte ana, Cavan şir kişi. Oynayırdı mənimlə. Yalandan deyirdi ki, mən sizi bağışdırmaq istəyirəm. Gəlmiş ona görə gəlib. Bizi bağışdırmaq üçün. Deyir, ayrılmayın. Göyəndə bu nəvə sevən babadır. Mən də məcbur. Məcbur oyunu davam elətdirməli oldum. Dedim, bitdi hər şey, biz ayrıldıq. Cavan da inandı. Əsəbləşdi, qışqırdı. Çox pis idi ana. Yazıq uşaq. Həqiqətən yazıqdı. Yalanların içində itib batıb. Sonra əsəbləşdi, çıxdı, getdi. Babası qaldı. Babası isə utanmaz, sonra mənə deyir, mərd qızsan, sağ ol. Sözün üstündə dayandım. Çox pis adamdı ana. Çox pis adamdı. Cavanla məni ayırdı. Bizdə hər şey yaxşı idi. Ağlama. Ağlama qızım, ağlama. Özünü ələ al. Ağlama. Yaxşı. Sakit ol. Gülnar, necəsən? Sənsən? Necə olmalıyam? Belə də. Yaxşı ol, Gülnar. Yaxşı ol. Çalışıram. Çalışıram, yox. Denən yaxşıyam. Bu evdə kimsə yaxşı olmalıdır, ya yox?
Var elə adam. Kimdə o bəxtəvər? İmran. İmran adamdır o. Kukladır o, robotdur. Manqurtdur. Adam deyil. Hə, yox, sən buna da gülmədinsə, deməli doğrudan nəsə olub. De, danış gəlsin. Onsuz da bugün dərd günümdür. De. Nə danışım? Nə bilim, indi ürəyindən nə keçirsən? Ürəyindən keçənlərin nə mənası var? Bilmək olmaz. Hər dəqiqənin öz hökmü var da. İndi bəlkə arzuların həyata keçmə dəqiqəsidir. Sən arzu tutursan? Məni boş ver, səndən danışırıq. Artıq heç nəyə, heç kimə ümidim yoxdur. İnsanın ailəsi başa düşmürsə, eşitmirsə, kainat heç eşitməz. Qan bağı kainatdan daha vacibdir. Kainat bəzən bizə kənar bir şəxs, bir söz, bir baxışla nəsə deyir. Amma əvvəlcə sən özün, öz ürəyinin səsinə qulaq verəsən gərək. Ürəyim o qədər doldu ki, ağlamaq istəyirəm. Bütün arzularım, xəyallarım, hamısı puç oldu. Hər şey puç oldu. Ay, sağ ol. Bax, əsl Gülnar budur. Yoxsa neçə gündə oynayırsan? Oynayırdım. Çünki mənə görə atamla anam dalaşır. Mənim arzularım bu ev üçün problemdir. Problem onların düşüncələridir. Mən nə istəyirdim ki onlardan? Mən oxumaq istəyirdim. Oxumaq istəyirdim. Ağlama Gülnar. Ağlama. Mən sənə söz verirəm. Oxuyacaqsın. Xəyal qurmaqdan, xəyallarla yaşamaqdan bezdim. Mən artıq heç nə arzulaya bilmirəm. Sən arzularına çatacaqsın. Sən o xəyalları təzədən quracaqsın. Mən sənin yanındayım. Fikir et, necəsən? Yaxşıyam. Fikirlisən də bil. Yox, fikirli deyiləm. Atçılığa getmişdin. Vəziyyət nə yerdədir? Yaxşıdır. Atçılıqda hər şey yaxşıdır, qaydasındadır. Kəpəyi samanı gətirdilər vaxtında. Gətirdilər, uşaqlar da yığdı ambara. Atları da çimizdiriblər. Fikir et. Deyərsən, atlara yaxşı qıllaq eləsinlər. Araları bir səliqəyə salsınlar. Bir nəfər var. Oradan almaq istəyir. Bəlkə satdım. Baba. Gəl, gəl, gəl. Nədir baba? Buyur. İcazə verirsə sizə bir söz demək istəyirəm. Buyur, qulağım səndədir. De. Mən razıyam. Nəyə baba, nəyə razısın? Evlənməyə. Gülnarla.